Bakı Azərbaycan xalqına qarşı cinayətlər törətmiş şəxsləri azad etmək və ya Ermənistana təhvil vermək niyyətində deyil. Azərbaycan və Ermənistan arasında əldə olunmuş iki tərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək, ölkəmizdə cəza çəkən 4 nəfər Xaçatryan Vaqif Çerkezi, Sucyan Gevorg Rubenoviç, Davtyan David Tigrani və Eulcekeciyan Vigen Abraham Ermənistana təhvil verilir. Bu addımın obyektiv səbəbləri barədə məlumat yayılsa da, sosial mediada aparılan müzakirələrdə hazırda məhkəmə prosesi aparılan şəxslərin də sonda Ermənistana təhvil veriləcəyi ehtimalını irəli sürüblər. APA-nın hakimiyyətdəki mənbələrindən əldə etdiyi məlumata görə belə ehtimal yoxdur. Bu ehtimallar illüziyadır. Azərbaycan xalqına qarşı cinayət törətmiş xuntanın rəhbərləri və digər şəxslərin azadlığa buraxılması və ya Ermənistana təhvil verilməsi ehtimalı yoxdur deyə hakimiyyətdəki mənbə bildirib. Başqa bir hakimiyyət rəsmisi də agentliyə qətiyyətlə eyni fikri söyləyib. Onlar törətdikləri cinayət əməllərinə görə cavab verəcəklər və günahları sübut olunduqdan sonra ən sərt formada cəzalandırılacaqlar.